Həyatda heç bir şeyin risk almadan faydalı olmadığını anladım. Nelson Mandelə görə yaşaya biləcəyinizdən daha azına razı gəldiyiniz bir həyatda uğur yoxdur. Əminəm ki, məktəbdəki təcrübələrinizdə, universitetə baş vurarkən, fakültənizi seçərkən və həyatınızın geri qalanında nə etmək istədiyinizə qərar verərkən insanlar əlinizdə bel bağlaya biləcəyiniz bir şeyin olmasından əmin olmağınızı söyləmişdir. Amma mən əlinizdə güvənə biləcəyiniz bir şeyin olması anlayışını heç anlamadım. Bir şeyə arxamı yaslayacaq olsam, heç bir şeyə arxamı yaslamaq istəməzdim. İrəliləmək istəyirəm. Ən azından qarşıma çıxacaq əngəlləri görə biləcəyimi başa düşdüm. Həyəcan olmadan bir şeyin sonunu gətirə bilməyəcəksiniz. Buna görə də həyəcanla bağlı olduğunuz işi edin. Risk alın, uğursuz olmaqdan qorxmayın. Köhnə bir IQ testi var. Bu testdə qələmi qaldırmadan, qələmlə 5 nöqtənin içinə 5 xətt çəkməyiniz lazımdır. Bunu edə bilmənin tək yolu xəttin kənarına çıxmaq idi. Çərçivənizin çölünə çıxmaqdan qorxmayın. Böyük uğursuzluqlar yaşamaqdan, böyük xəyallar qurmaqdan qorxmayın. Ancaq unutmayın, hədəfləri olmayan xəyallar sadəcə xəyaldır. Reggie Jackson karyerası boyu 2600 dəfə vuruş etdi. Bu onu beyzbol tarixində ən çox vuruş edən insan edir. Amma kimsə o vuruşların səsini eşitməz. Sadəcə saylarını xatırlayarlar. Thomas Edison 1000 dənə uğursuz təcrübə gerçəkləşdirdi. Bunu bilirdinizmi? Mən bunu bilirdim. Çünki 1001-cisi lampa idi. İrəliyə addım atın. Hər uğursuz təcrübə uğura bir addım daha yaxınlaşmaq deməkdir. Risk almalısınız. Bunu daha öncədən də eşitdiyinizə əminəm. Ancaq bu niyə bu qədər vacibdir? Bundan danışmaq istəyirəm. Həyatınızın müəyyən nöqtəsində uğursuz olacaqsınız. Bunu qəbul edin. İtirəcəksiniz. Özünüzü utandıracaqsınız. Bir yerlərdə büdrəyəcəksiniz. Bunda heç şübhə yoxdur. Bilirəm, bu danışıq diplom təqdim etmə mərasimi üçün ənənəvi bir çıxış olmadı, amma bunu qəbul edin, çünki qaçınılmaz bir şey deyil bu. Karyeramın əvvəllərində bir musiqi qrupu üçün seçimlərə qoşuldum. Mənim üçün çox möhtəşəm bir rol olacağını düşünürdüm. Ancaq mahnı oxuya bilməməyim gerçəyi xaric. Təbii ki, seçilmədim, amma təslim də olmadım. Geri çəkilmədim. Bir sonraki seçimlərə hazırlandım. Sonra bir sonrakına. Sonra daha bir sonrakına. Dua edirdim. Durmadan dua edirdim, amma uğursuz olmağa davam etdim. Davamlı olaraq uğursuz oldum, amma bu mənim üçün önəmsiz idi, köhnə bir söz var idi. Bərbərin yanında nə qədər lazımından artıq otursanız, əvvəl axır saçınızı kəstirəcəksiniz. Fürsətlər çıxacaq sonunda. Mənim üçün də çıxdı. İllərcə uğursuzluqla qarşılaşdığım o qrupda keçən il bir rola seçildim. Əsl məsələ isə 30 il uğursuzluqla qarşılaşdığım o səhnədə olacaqdı çəkilişlər. Bu dəfə o səhnə həm də mənim ilk uğur qazandığım yer olacaqdı. Bugün burada olan bütün məzunların uğurlu olmaları üçün təhsili və təcrübələri var. Lakin uğursuz olmaq üçün cəsarətiniz varmı? Uğursuz olmasanız, sınamırsınız deməkdir. Heç sahib olmadığınız bir şeyi əldə etmək üçün heç etmədiyiniz bir şeyi etməyiniz lazımdır. Fərz edin ki, ölümün bir addımlığındasınız, ölüm döşəyindəsiniz və ətrafınızda gerçəkləşməmiş potensiallarınız bir xəyal olaraq sadəcə sizə baxır. Hansı ki, heç vaxt risk etmədiyiniz işlərin xəyallarıdır bunlar. İstifadə etmədiyiniz bacarıqlarınızın xəyalları. Yatağınızın ətrafında sizə necə qəzəbli, küskün və ümidləri qırılmış bir şəkildə sizə baxırlar. Biz sənin üçün seçilmişdik və sən bizi gerçəkləşdirə bilərdin, amma bunun yerinə indi birlikdə məzara getməyə məcburuq deyirlər. Demək istədiyim, həyatınız sadəcə dümdüz bir yoldan ibarət olmayacaq. Həyatın hər anı, hər addımı bir riskdir və bu riski qəbul etmək qələbəyə gedən yoldur. Uğur bəzən yalnız düşməyin, amma o düşdükdən sonra yenidən ayağa qalxmağın nəticəsidir. Heç kim mükəmməl deyil, amma mükəmməlliyə gedən yolda hər uğursuzluq bir dərsdir.
İnsanlar bəzən uğurdan qorxurlar. Amma uğursuzluq onlardan daha çox qorxmalıdır. Çünki heç bir şey etməmək ən böyük uğursuzluqdur. Həyatda daimi bir dəyişiklik və yenilik var. Bu, mübarizə etməyi və inkişafı tələb edir. Əgər həyatınızda heç bir dəyişiklik etmirsinizsə, deməli, heç bir şeyə nail olmaq üçün də heç bir şey etmirsiniz. Bəzən böyük risklər böyük mükafatlar gətirə bilər. Amma həmin riskləri qəbul etmədən bu mükafatları əldə etmək mümkün deyil. Hər bir uğurlu insanın arxasında bir çox uğursuzluqlar, səhvlər və dərslər vardır. Uğur ancaq onları qəbul edənlərə gəlir. Çünki həyat heç vaxt yolun düz olduğu bir yer deyil. İnsanlar sadəcə qalib olanları xatırlayar. Amma heç vaxt qalib olmaq üçün keçdikləri çətin yolları düşünməzlər. Təslim olmaq həyatın ən böyük səhvidir. Hər uğursuzluq yeni bir fürsətə açılan qapıdır. Uğurun açarı daim irəliləmək və heç bir vaxt dayanmamaqdadır. Həyat bir macəradır və hər bir macəra öz çətinlikləri ilə gəlir. Yalnız yaxşı günlərdə deyil, çətin günlərdə də özünüzü sınayın və irəliləyin. Risklər həyatınızın ən böyük məqamlarını yaratmağa kömək edəcək. Əgər həyatınızda heç vaxt uğursuzluq yaşamamısınızsa, deməli heç bir şey üçün mübarizə etməmisiniz. Həyatda doğru qərarları vermək, bəzən yanlış seçimlərdən keçərək öyrənməkdən asılıdır. Başarıya gedən yolda nə qədər çox səhv etsəniz, bir o qədər çox öyrənirsiniz. Nə qədər çox cəhd etsəniz, o qədər çox inkişaf edərsiniz. Həyatın çətinlikləri sizi qırmamalıdır. Əksinə, sizi daha güclü etməlidir. Əgər böyük uğurlar əldə etmək istəyirsinizsə, böyük risklər qəbul etməlisiniz. Uğur yalnız başqaları tərəfindən təsdiqlənmiş deyil, özünüzə olan inamınızla müəyyən olunur. Həyatda ən çox qorxduğumuz şeylər, əslində ən çox böyüdüyümüz və inkişaf etdiyimiz sahələrdir. Hər bir uğurlu insanın arxasında bir çox fəth edilməyən zirvələr, keçilməyən dərələr var. Hər bir uğursuzluq, daha böyük bir uğura aparan yolda bir addım daha irəliləməkdir. Əgər risk almazsanız, heç vaxt heç nə əldə etməzsiniz. Hər şeyin qiyməti var. Nə qədər çox səhv edirsinizsə, o qədər çox şansınız var. İrəliləmək və inkişaf etmək üçün ən vacib olan şey həmişə irəlidə qalmağı seçməkdir. Həyatınızda heç vaxt təslim olmamaq, hər zaman geri dönüb cəhd etmək lazımdır. Sizi uğura aparacaq yolda ən böyük sınaq, özünüzlə üzləşmək və qarşıya qoyduğunuz məqsədlərə doğru gedərkən daima irəliləməkdir. Həyat daimi bir mübarizə və inkişaf prosesidir. Bu mübarizəni qazanmaq üçün riski qəbul etməli, uğursuzluqları dərs kimi götürməli və hər zaman irəliləməlisiniz. Uğur ancaq bu yolda irəliləyənlərə gəlir. Bugün sizdən soruşmaq istəyirəm. Bəs sizin ölüm anınız gəldiyində ətrafınızda neçə belə qəzəbli, küskün və ümidləri qırılmış xəyal dayanmış olacaq? Həyatınızı heç vaxt peşman olacağınız şəkildə yaşamayın.